Salam, hər vaxtınız xeyir olsun. Coğrafiya fənni üzrə müəllimlərin işə qəbul imtahanında və sertifikasiyanın imtahan mərhələsində iştirak edəcək şəxslər üçün faydalı olan Mahir Sərkərli və Fuad Quliyevin müəllifi olduğu coğrafiya sınaqlar toplusu sınaq 2 sualların izahlarına baxaq. Birinci sual. Eyni miqyas və eyni məzmunda 5 müxtəlif ölkənin xəritəsi tərtib olunmuşdur. Hansı ölkənin xəritəsində generalizasiya daha böyükdür? Deməli, burada əgər bizə sualda ancaq eyni miqyas yazılsaydı sual şərtində, onda ölkələrin ərazisinin böyük və yaxud da kiçik olması əsas götürülərdi. Amma burada eyni miqyas və eyni məzmundan deməli soruşulur sualın şərtində. Biz eyni anda həm eyni miqyasa və eyni məzmuna görə uyğunlaşdırma aparmalıyıq. Belə olduğu təqdirdə ölkələrin əhalisinin sıxlığı, həmin ölkədə quru və su yollarının sıxlığının məlumatları götürülür və hansı ölkədə bu sıxlıq daha çox olacaqsa, həmin ölkədə generalizasiya daha çox olacaq. Niderland verilmiş bu 5 ölkə içərisində daha çox əhali sıxlığına və bu kimi digər məlumatlara görə digər ölkələri üstələyir. Ona görə də həmin ölkədə generalizasiya digər ölkələrdən daha çox olacaq. Birinci sualda cavab olacaq D variantı. İkinci sual. Pakistanın siyasi xəritəsində miqyasın kəmiyyətini 2 dəfə böyütsək, İslamabad və Karachi şəhərlər arasında xəritədəki məsafənin necə dəyişəcəyini müəyyən edin. Ümumiyyətlə, miqyasın kəmiyyəti əgər neçə dəfə böyüyürsə, miqyas özü də kiçilmiş olur. Çünki tutaq ki, bizim belə bir miqyasımız var. 1/100.000. 1/100.000. Burada miqyasın kəmiyyəti 1-dir. İndi miqyasın kəmiyyətini 2 dəfə böyütsək, olacaq miqyasımız 1/200.000. Əvvəl ərazi 100.000 dəfə kiçilmişdirsə, artıq növbəti dəfə 200.000 dəfə kiçilmiş olur. Yəni daha çox kiçilmiş olur. Ona görə də xəritədəki məsafənin də 2 dəfə kiçiləcəyi buradan məlum olur. Yəni miqyasın kəmiyyəti böyüyürsə, ərazi kiçilir. Üçüncü suala baxaq. Günəş şüalarının 60 dərəcə şimal enliyinə günorta vaxtı 30 dərəcə bucaq altında düşdüyü tarixdə 46 dərəcə şimal və 46 dərəcə cənub enliklərindəki A və B məntəqələrinə günəş şüalarının günorta vaxtı fərqli bucaq altında düşməsinin səbəbi nə ola bilər? Günəş şüalarının 60 dərəcə şimal enliyinə 30 dərəcə düşdüyü vaxt, o vaxt ki, günəş ekvatorda zenitdə olsun. Çünki günəş ekvatorda zenitdə olarsa, yazarıq 90, çıxılsın 60 dərəcə enlik, o da çıxılsın x bərabərdir 30-a. Buradan da artıq məlum olur ki, x-imiz, yəni günəşin zenitdə olduğu enlik 0 dərəcə olmalıdır. Bu da ekvatora uyğun gəlir. İndi günəş ekvatorda zenitdədirsə, bura ekvatordur, 46 dərəcə şimal enliyi və 46 dərəcə cənub enliyi. Bunların üzərindəki A və B məntəqəsinə günəşin əslində düşmə bucağı bir-birinə bərabər olmalıdır. Çünki günəş mərkəzdədirsə, ekvatordadırsa, hər iki məntəqə ekvatordan eyni məsafədə yerləşir. Ona görə də 46 şimala da, 46 cənuba da günəşin düşmə bucağı 44 dərəcə olmalıdır. Amma bu fərqlidirsə, yəni eyni deyilsə, onda burada ancaq bir dənə səbəb o səbəb ola bilər ki, bu məntəqələrdə hər hansı bir ərazinin relyefində bir meyillik olmalıdır. Şimala və yaxud da ki, cənuba doğru. Tutaq ki, 46 dərəcə şimal enliyində yerləşən hər hansı bir relyef vahidinin, dağın şimala meyilliyi ola bilər, cənuba meyilliyi ola bilər. Şimala meyilliyi olanda bilirik ki, şimal yarımkürəsindəki hər hansı bir ərazinin meyilliyi şimaladırsa, meyillik dərəcəsinin ümumi cavabından çıxırdıq. Cənubadsa toplayırdıq. Eyni zamanda cənub yarımkürəsində yerləşən hər hansı bir ərazinin meyilliyi şimaladırsa, toplayırdıq, cənubadsa çıxırdıq. Yəni bu da ümumi olaraq günəşin düşmə bucağına təsir göstərirdi. Deməli, cavabımız burada olacaq A variantı. Yəni, məntəqələrin yerləşdiyi ərazinin relyefinin müxtəlif istiqamətlərə doğru meyilli olması. A variantı. Növbəti sual 4-cü sualdır. A və B məntəqələrinin yerləşdiyi paralel boyu yerin xəyali oxu ətrafında fırlanma sürəti 1447,5 km bölünmüş saata bərabərdir. Bu məntəqələr arasındakı ən qısa məsafəni hesablayın. Gəlin, görək bu hansı paraleldir ki, onun üzərində orta fırlanma sürəti 1447,5 km bərabərdir. Bunun üçün 1447,5-i
15-ə bölmək kifayət edər. Bu da eləyər 96,5 kilometr. 96,5 kilometr. İndi həmin paralelin 30 dərəcə paralel olduğu buradan artıq məlum olur. İndi baxaq. Görək A və B məntəqəsi arasında neçə dərəcə fərq var? A-da saat 22:48, B-də saat 02:24-dür. Arada neçə saat vaxt fərqi var? Neçə dəqiqə vaxt fərqi var? Deməli 22:48, digərində 02:24. Bunların da ortasında yerləşir 24:00 və yaxud ki 00:00 belə demək olar. 22:48-dən 24-ə qədər olacaq 1 saat 12 dəqiqə. 1 saat 12 dəqiqə. Üzərinə gələrik 02:24. Bu da eləyər 3 saat 36 dəqiqə. 3 saat 36 dəqiqə. İndi gəlin görək 3 saat 36 dəqiqəmiz neçə dəqiqə bərabərdir ümumilikdə? 3 saatımız 180 dəqiqədir. 36 da üzərinə gəlsəm olar 216 dəqiqə. Biz tapdıq ki, deməli A və B məntəqəsi arasında 216 dəqiqə vaxt fərqi mövcuddur. İndi bu dəqiqəni dərəcəyə çevirək. 216 böləcək 4-ə. Bu da eləyər 54 dərəcə. A və B məntəqəsi arasında 54 dərəcə fərq var. Bunların yerləşdiyi paralelin üzərində 1 dərəcəlik qövsün uzunluğunu bayaq tapmışdıq. Neçə idi? 96,5 kilometr idi. İndi biz 54'ü vuracaq 96,5'ə. Bu da eləyər 5211 kilometr. Yəni A variantı. Növbəti suala baxaq. 5-ci sual. Eyni istiqamətdə hərəkət edən litosfer havalarını müəyyən edin. Deməli, A variantında deyir ki, Şimali Amerika və Afrika. Gəlin baxaq. Burada deməli Şimali Amerika tavası bu formada hərəkət edir. Afrika tavası isə bu formada hərəkət edir. Yəni bunların hərəkət istiqaməti eyni deyil. B variantı qeyd olunur. Hind, Avstraliya və Naska. Hind, Avstraliya tavasının istiqamətinə baxırıq bu formada. Naska tavası da bu formada. Hər iki tavanın hərəkət istiqaməti eynidir. Deməli, cavabımız olacaq B variantı. 6-cı sualda deyir ki, günəş şüalarının minimum düşmə bucağının ən böyük qiymət aldığı paralel ilə 22 iyunda günorta vaxtı günəş şüalarının düşmə bucağının 19 dərəcə olduğu enlik arasında yerləşən relyef vahidlərini müəyyən edin. Günəşin minimum düşmə bucağının ən böyük qiymət aldığı paralel hansı paraleldir? Təbii ki, bu ekvator olar. Çünki günəşin minimum düşmə bucağı belə hesablanır. 90 dərəcə çıxılsın 23,5, o da çıxılsın coğrafi enlik. Buradan gəlin görək 90-a 23,5 çıxanda neçə eləyir? 66,5. 66,5-dən biz həmin enliyi çıxmalıyıq və enliyi çıxandan sonra alacağımız cavab ən böyük cavab olmalıdır. İndi yaxşı, 66,5-dən biz neçəni çıxsaq ən böyük ədəd almış olaraq. Təbii ki, 0-ı çıxsaq. 0-dan böyük istənilən bir ədəd çıxarsaq 66,5-dən o ədəd getdikcə kisilmiş olacaq. Tutaq ki, enliyimiz 10 olsa cavab 56,5 eləyir. 20 olsa 46,5 eləyir. Nə bilim 30 olsa 36,5 eləyir. Ona görə də burada enliyimiz bizim ancaq və ancaq ekvator, yəni 0 dərəcə olarsa ən böyük ədəd almış olur. Deməli, günəşin minimum düşmə bucağının ən böyük qiymət aldığı paralel ekvatordur. Bunu tapdıq. İkinci məntəqədə isə günəşin düşmə bucağının 22 iyunda 19 dərəcə olduğu məntəqəni tapmaq lazımdır. Düsturumuz necədir? 90 dərəcə çıxılsın coğrafi enlik plus minus 23,5 bərabərdir 19 dərəcəyə. Buradan həmin enliyi tapaq. Enlik bərabərdir 47,5 dərəcə cənub enliyi. 47,5 dərəcə cənub enliyi. İndi tapdıq ki, birinci məntəqəmiz ekvatordur. Onları burada qeyd edək. Birinci məntəqə ekvatordur. İkinci məntəqəmiz 47,5 dərəcə cənub enliyidir. Sualın şərtində tələb olunur ki, bu deməli iki məntəqə arasında yerləşən relyef vahidlərini müəyyən edin. Həmin məntəqələr
ekvatordan 47,5 dərəcə cənub enliyinin içərisində olmalıdır. A variantı Skandinaviya getdi, şimalda yerləşir. B-də Şərqi Afrika yayləsi, Qviyana Efiopiya yayləsi getdi. Efiopiya yayləsi şimalda yerləşir. C-də Patagoniya, böyük su ayırıcı sislə Əhəqar yayləsi. Bu da getdi. Əhəqar yayləsi şimaldadır. D variantı Laplat ovalığı, Kap dağları, Hammersi dağları. Hər 3 məntəqəni də götürə bilərik. Y variantında Mississippi özü şimaldadır, bu da olmaz. Cavab olacaq Y variantı. Deməli, su laylarının antiklinal və sinklinal yatın formalarının üstünlük təşkil etdiyi dağları müəyyən edin. Deməli, antiklinal və sinklinal yatın formalarının üstünlük təşkil etdiyi ərazilər əsasən seismik proseslərin aktivlik göstərdiyi ərazilərdən söhbət gedir. Mesela A variantına baxaq, Pamir, Karpat və Böyük Xinqan. Böyük Xinqan dağlarını buradan çıxarıq. A variantı getdi. B variantı Qaraqorum, Hindikuş, Alp. Bunlar Alp Himalay seismik qurşağının yerləşdiyi ərazidir. Deməli, dağın üçü də seismik əraziyə uyğun gəlir. Cavab olacaq elə B variantı. C-də Skandinaviyanı və Ural böyük su arazini götürmək olmaz. Altay Tianşan, Kap. Bunlar da uyğun gəlmir. Atlas, And, Appalas. Appalas da burada uyğun gəlmir. Növbəti suala baxaq. 8-ci sual. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. 1. Əqiqin işarəsidir. Əqiq ölkəmizdə Quba adlıdadır. Burada Ağdağ yatağı verib. Bu yataq Ağdağdırsa, Ağdağ yatağı Seolit gilinə aiddir. Amma bu Seolit gili deyil. Deməli, bir səhvdir. Amma sualda bizdən soruşur doğru olmayanları seçin. Deməli, bir sualın cavabında var. 2. Dolomit yatağının şərti işarəsidir. Dolomit də Babək rayonunda Nehrəm yatağı var. Amma burada Şahtaxtı qeyd olunub. Şahtaxtı bizdə Travertin yatağıdır. 2 də səhvdir. Deməli, sualımızda 2 də var. Sualımızın cavabında 2 də var. Üstdə Kükürt Kalçadanıdır. Çıraqdara və Toğanalı yataqları yerləşir Göygöl rayon, İnzibati rayonunda. Göygöldə ilə Gəncə Daşkəsən iqtisadi rayonuna aiddir. 3-də səhv yoxdur. 4-də Hacıbəlli Hökməli. Bu Kvars qumudur. Kvars qumu yerləşir Abşeronda. O da Abşeron Xızı iqtisadi rayonuna düşür. 4-də də problem yoxdur. 5. Deməli, Gips yatağıdır. Gips ölkəmizdə Ağca kənddədir. Ağca kənd düşür Goranboy rayonuna. Goranboy da gedir Gəncə Daşkəsən iqtisadi rayonuna. Amma burada Qarabağ qeyd olunub. Deməli, burada bir səhvlik var. Cavab olur 1, 2, 5. Deməli, burada Narzanlı yatağı Civədir. Civə, Gilgəz, Narzanlı ölkəmizdə, daha doğrusu Civənin 2 dənə ərazidə olduğunu bilirik. Kəlbəcər və Laçında. Kəlbəcərdə Ağyataq, Şörbulaq, Lefçay, Laçında Gilgəsə, Narzanlı. Hər iki ərazi Şərqi Zəngəzur iqtisadi rayonuna düşür. Deməli, bu da sualımızın cavabı ola bilməzdi. C variantını götürürük. Növbəti sual, 9-cu sual. Yan silsilədə yerləşən dağ zirvələrini müəyyən edin. A variantı Şahdağ, bəli, burada yerləşir. Qaraburqa, amma Başqafqaza düşür. B-də Dübrar, Babadağ. Bunlar da deməli, yan silsilədə yerləşmir. Bilirik ki, Heydər zirvəsi, Yarıdağ C variantı. Hər iki dağ, Heydər zirvəsi və Yarıdağ yerləşir yan silsilədə. Cavabımız C variantı. 10-cu suala baxaq. Cənub yarımkürəsində passat küləkləri yelkənli gəmilərin hansı istiqamətə doğru hərəkət etməsinə səbəb olar? Gəlin buna xəritə üzrə baxaq. Deməli, burada passat küləklərinin cənub yarımkürəsindəki istiqaməti bizə lazımdır. Bax, bu formada istiqamət var. Deməli, şimal-qərbə. Cavab olacaq şimal-qərb. Y variantı. Növbəti sual. 11. İyul ayında 1 kubmetr havanın su buxarı ilə doyma həddinin daha aşağı olduğu əraziləri müəyyən edin. Deməli, iyul ayında 1 kubmetr havanın su buxarı ilə doyması. Havanın su buxarı ilə doyma həddi belədir. Su buxarı ilə doyma, temperatur artdıqca havanın su buxarı ilə doyma həddi artır. Temperatur azaldıqca havanın su buxarı ilə doyma həddi azalır. İndi iyul ayında əgər havanın su buxarı ilə doyma həddi aşağıdırsa, deməli, iyul ayı həmin ərazilər üçün soyuq aydır. İndi belə də bir şey fikirləşək. İyul ayı şimal yarımkürəsi üçün yay fəslinə uyğun gəlirsə, cənub yarımkürəsi üçün qış fəslinə uyğun gəlir. Ona görə də biz elə bir məntəqələr götürməliyik ki, həmin məntəqələr cənub yarımkürəsində yerləşsin. A variantı
Kaskad dağlarının şərq ətəkləri getdi. Olmaz. B variantı Mesopotamiya balığı. Olmaz. C variantı Rub Əlxarı səhrası. Bu da olmaz. D variantı Patagoniya, Nalarbor düzənliyi, Kap dağlarının ətəkləri. Bunlar uyğun gəlir. E variantı Qərbi Avstraliya yaylası, Böyük Hövzə. Bu da olmaz. Növbəti suala baxaq. İqlim diaqramının aid olduğu iqlim tipi üçün səciyyəvi olmayan xüsusiyyətlər. İqlim diaqramının səciyyəvi olduğu iqlim tipi üçün. Gəlin görə hansı iqlim tipindən söhbət gedir? Yağıntılar əsasən şimal yarımkürəsinin yay aylarında daha çoxdur. Deməli, yağıntılar yayda düşür. Temperaturdakı mənfi 5 ilə müsbət 25 arasında dəyişir. Buradan biz bir də nəyə baxırıq? Temperaturun meyillik istiqamətinə şimala doğru meyillənmə var. Deməli, bu şimal yarımkürəsinə xas olan bir iqlim tipidir. Yağıntılar da yayda daha çox düşür. Biz bilirik ki, yağıntıların çox düşdüyü iki dənə iqlim qurşağı və iqlim tipi var. Bunlar subekvatorial və iqlim qurşaqlarının musson tipləridir, subtropik və mülayimin. İndi burada təbii ki, temperatur mənfiyə düşürsə, bu mülayim iqlim qurşağının musson tipinə aid olduğu məlum olur. İndi bizə aiddir ki, musson iqlim tipi üçün uyğun olmayan məlumatları götürmək. Birdə deyir, yalnız bir iqlim qurşağına aiddir. Bu fikir səhv fikirdir. Çünki musson tipinə həm subtropik, həm də mülayimdə rast gəlinir. Bizdən də onsuz da doğru olmayanlar soruşurdu. Deməli, sualın cavabında 1 var. 1 varsa, deməli, 3-dən 4-ə baxacaq. 3-də qeyd olunur. İllik temperatur amplitudu Aralıq dənizi iqlim tipinin illik amplitudundan daha kiçikdir. Əslində isə belə deyil. Həmin burada, deməli, illik amplituda Aralıq dənizindən daha çoxdur. Çünki Aralıq dənizinin biz iqlim qrafikinə baxarsaq, orada görəcək ki, orada temperatur mənfiyə düşmür. Amma burada temperatur həm mənfiyə düşür, həm də 25-28 dərəcəyə qədər qalxır. Bu fikir səhv fikirdir. 1 ilə 3 sualımızın cavabı olacaq. Bizdən doğru olmayanlar soruşur. 4-də qeyd olunurdu ki, Avropa qitəsində müşahidə edilmir. Bəli, musson tipi Avropada yoxdur. Nə subtropikin, nə də mülayimin. Növbəti deməli, suala baxaq. 13-cü suala baxırıq. Doğru fikirləri müəyyən edin. Avrasiya materikində tropik və subekvatorial iqlim qurşaqları həmsərhəddir. Bu fikir doğru fikirdir. Hətta onlar Tar səhrasında qırılırdı. Bir doğrudur. 2. Saxalin və İrlandiya adalarının iqlim tipi ilə Bretan yarımadasının iqlim tipi eynidir. Bunun üçün iqlim qurşaqları xəritəsinə baxmaq lazımdır. Gəlin baxaq. Demək, burada bizə lazımdır Saxalin adası, İrlandiya adası, bir də Bretan yarımadası. İrlandiya adası burada. Saxalin adası da təxminən burada. Burada. Bretan yarımadası da burada. İndi İrlandiya adasına baxaq. Burada həmin ərazilərdə mülayimin dəniz tipi xarakterlikdirsə, Saxalin adasının olduğu ərazilərdə isə mülayimin musson tipi xarakterlikdir. Yəni, bunların iqlim qurşağı eyni olsa da iqlim tipləri eyni deyil. Amma burada qeyd olunur ki, Saxalin və İrlandiyada adaların iqlim tipi ilə Bretan yarımadasının iqlim tipi eynidir. İqlim qurşaqları eyni ola bilər, amma iqlim tipləri eyni deyil. Ona görə də bu fikir səhv fikirdir. Sonra 3-ə baxırıq. Hava adalarında yağıntının çox düşməsinə baxmayaraq, havanın enən hərəkəti üstündür. Xeyr, burada havanın qalxan hərəkəti üstündür. Bu da doğru fikir deyil. Cənubi Amerikadan fərqli olaraq Afrikada ekvatoral iqlim qurşağı tam zolaq əmələ gətirir. Ekvatoral iqlim qurşağı nə Afrikada, nə də Cənubi Amerikada tam zolaq əmələ gətirmir. Burada gəlin baxaq. Ekvator deyirəm, Afrikada buradan bura kimi ekvatorial davam edir. Bu hissəsi subekvatorial düşür. Cənubi Amerikada buradan bura kimi davam edir. Bu hissə subekvatorial. Yəni, hər iki materikdə ekvatoral iqlim qurşağı tam zolaq əmələ gətirmir. Demək, burada da 4 də səhv oldu. Madagaskar və Tasmaniya adaları 2 iqlim qurşağında yerləşir. Demək, Madagaskar adası burada 2 dənə iqlim qurşağına düşür. Tamamilə doğrudur. Bu da Tasmaniya adası 2 dənə iqlim qurşağına düşür.
Deməli 5 doğru. 6. Şimali Sakit Okean cərəyanı Alyaska körfəzi sahillərinə pol yağıntı gətirir. Bəli. Həm də bu okean, daha doğrusu bu cərəyan isti cərəyandır. Cavab olar D variantı. Növbəti sualımız olacaq 14-cü sual. Xəritə sıxımı əsasən 1 və 4 rəqəmləri ilə göstərilən ərazilərin 2 və 3 rəqəmi ilə göstərilən ərazilərdən fərqli xüsusiyyətləri. Gəlin baxaq. Bunun üçün Azərbaycanın iqlim tipləri xəritəsinə baxmaq lazımdır. Baxaq. Və burada birinci əraziyə baxaq. Bax bura. Ora gəlib uyğun gəlir 5-ci əraziyə. Bax bura. Bir də ki 4-cü əraziyə baxırıq. O da uyğun gəlir 5-ci əraziyə. Yəni 1 ilə 4 rəqəmi eyni iqlim tipinə aiddir. Eyni zamanda 2 ilə 3-ə baxaq. 2 bura düşür 4-ə. 3 də bura düşür 4-ə. İndi gəlin görək bunlar hansı iqlim qurşaqlarıdır. Daha doğrusu hansı iqlim tipləridir. İqlim qurşaqları yox, hansı iqlim tipləridir. Birinci və 4-cü rəqəmlər, birinci və 4-cü olacaq 5 rəqəmi ilə işarələnmiş yağıntıları bərabər paylanan mülayim isti iqlim. Deməli, bunlarda yağıntılar bərabər paylanır. 2 və 3-cü rəqəmlər isə olacaq yayı quraq keçən mülayim isti iqlim. Bu da olur yayı quraq keçən mülayim isti iqlim. İndi bunların fərqli cəhəti nə ola bilər? Baxaq A variantına. Yağıntıları əsasən il ərzində bərabər paylanır. Bəli, elə bu da cavab. Birinci və 4-cü rəqəmlərdə yağıntılar il ərzində bərabər paylanır. A variantı doğru cavabdır. 15-də deyir, keçdikləri sahil ərazilərdə bir saniyə. Keçdikləri sahil ərazilərdə səpələnən radiasiyanın kəmiyyətinin artmasına səbəb olan okean cərəyanlarını müəyyən edin. Səpələnən radiasiyanın çox olmasına səbəb olan, yəni yağıntıların rütubətin çox olacağına səbəb olan cərəyanları bizdən soruşur. Bunlar da təbii ki, isti cərəyanlar olmalıdır. A variantında Falkland soyuq cərəyan olmaz. Deməli, buradan Falkland'e çıxırıq. B variantı Peru, Bengel olmaz. C-də Krosyo, Şimali Atlantik və Braziliya. Bunların üçü də isti cərəyanlardır. 16-cı sual. Görək bizdən nə tələb olunur 16-cı sualda. Xəritə sıxımı əsasən rəqəmlərə müvafiq gələn yarımadaları müəyyən edin. Deməli, 1 Skandinaviya yarımadasıdır. 2 Kola yarımadası olacaq. 3-cü Yamal yarımadası, 4-cü də Qıdan yarımadası. Cavab olacaq Y variantı. Növbəti sual 17-ci sualdır. Xəritə sıxımı əsasən rəqəmlərə müvafiq gələn su anbarlarını deməli müəyyənləşdirək. Burada birinci olan sizə, bax bu birinci su anbarı Sırdərya çayının üzərində yerləşir. Sırdərya çayının da üzərində var Çardərə su elektrik stansiyası. İkinci Narın çayının üzərində yerləşən Toktokul su anbarını. Üçüncüdə isə İle çayının üzərində yerləşən Kapçakay su anbarını göstərmək olar. Cavab olar A variantı. 18-ci sual. Su toplayıcı hövzəsinin sahəsi 140 min kvadrat kilometr olan çay sisteminin uzunluğu 28 min kilometrdir. Bu çay sisteminin orta sıxlığını tapın. Çayın sıxlığını tapmaq üçün onun uzunluğunu su toplayıcı hövzənin sahəsinə bölürük. O da bərabərdir. Çayın uzunluğu nə qədərdir? 28 min. Çayın su toplayıcı hövzəsinin sahəsi 140 min. Bu da bərabər olar 0,2 kilometr bölünmüş kvadrat kilometrə. Növbəti sual. 19-cu suala baxırıq. 19. Xəritə sıxımı əsasən rəqəmlərlə verilmiş su anbarları ardıcıl olaraq hansı çayın üzərində yerləşmişdir? Burada quru çay məlumatı qeyd olunub xəritə üzərində. Həmin o çaya əsasən digər çayın da adını tapmaq olar. Təbii ki, onu xəritə üzərində tapmaq daha rahatdır. Həmin çay Köndələn çay olacaq. 20-ci sual. Respublikamızda əhalinin daha sıx məskunlaşdığı landşaftları müəyyən edin. Dağ, meşə, dağ, çöl.
Burada dağ, meşə, dağ, çöl daha hündür əraziləri əhatə edir deyə bilirik ki, hündürlüyü çox olan məntəqələrdə əhalinin sıxlığı çox olmaz. Ona görə də A variantını götürmürük. B-də yarımsəhra, düzən meşə, çəmən qeyd olunub. Bunu saxlayaq. C variantı quru çöllər, dağ, çəmən. Yenə də dağ, çəmən landşaftı var burada. Daha hündür ərazilər əhatə edir. D variantında yarımsəhra, dağ, çəməni çıxırıq. E variantı dağ, meşə, quru çöllər. Deməli, burada uyğun gələcək B variantı. B variantında yəni verilmiş landşaftlar əhalinin sıx məskunlaşması üçün digər məntəqələrdən daha yaxşı, daha uyğundur. 21-ci sual. Coğrafi xəritə sıxımında təsvir olunmuş coğrafi obyektlərdən hansılar səhv göstərilmişdir? Bunun üçün Abşeronun xəritəsinə nəzər yetirək. Demək, burada qeyd olunub Ceyranbatan su anbarı, Masazır gölü, sonra Böyük Kişor gölü, Lökbatan gölü və bu kimi digər məlumatlar. Gəlin görək indi sualda bizə hansı məlumatlar qeyd olunub, hansılar doğru göstərilməyib. Deməli, 1-ə qeyd olunub Samur Abşeron kanalı. Yəni bu ərazi. Bu doğru yerdir. Yəni daha doğrusu bu yer doğru göstərilmişdir. 2. Gilgiçay. Bu ərazidə Gilgiçay yerləşmir. Bu səhvdir. 2-ni götürəcəyik. 3. Ceyranbatan su anbarı. Ceyranbatan su anbarı, bəli, bura doğrudur. Digər xəritəyə baxanda görmüşdük. 4-cü Xocasən gölü. Bura Xocasən gölü deyil. Səhv etmirəmsə Masazır gölü idi burada. 4 də səhvdir. Deməli, cavabımızda 2, 4 var. 5 Masazır gölü. Bura Masazır gölü deyil. Bu da səhv göstərilib. 2, 4, 5. 6 Böyük Kişor gölü. Bu doğrudur. Cavab olacaq 2, 4, 5. Bunlar doğru göstərilməyən ərazilər hesab olunur. 22-ci sual. Xəritə sıxımda rəqəmlərlə göstərilən ərazilərdə yayılmış təbii zonalar üçün xarakterik xüsusiyyətləri müəyyən edin. Həmin məntəqələr burada birinci, bu da ikinci məntəqələrdir. Bunlar da çöllərə uyğun. Baxaq görə hansı məlumatlar çöllərə uyğundur. 1. Məhsuldar torpaqlara malikdir. Çöllərin torpağı olur qara torpaqlar. Qara torpaqlarda məhsuldardır. 1 doğru. Antarktidadan başqa bütün materiklərdə yayılmışdır. Afrikada yayılmayıb, misal üçün. Sonra Avstraliyada yayılmayıb. Yəni bu fikir səhv fikirdir. 2 sualımızın cavabında olmayacaq. İndi isə 4 ilə 6-nı yoxlayaq. Çünki 3 hər iki variantda qalır. İntensiv antropogen təsirə məruz qalmışdır. Doğru fikirdir. 4-də dəmiyə əkinçiliyi üstünlük təşkil edir. Bu da doğru fikirdir. Çöllərdə dəmiyə əkinçiliyi üstünlük təşkil edir. 23-cü sualda Roman dil qrupuna mənsub olan xalqların üstünlük təşkil etdiyi Şərqi Avropa ölkələri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Roman dil qrupuna aid olan xalqlar əslində çoxdur, amma bizə lazımdır Şərqi Avropa regionunda yerləşsin. Bunlar da ki, Romaniya ilə Moldovadır. Romaniya, Moldova. İndi bizə Rumıniya və Moldova üçün ümumi xüsusiyyətlər tələb olunur. 1. Ukrayna Respublikası ilə həmsərhəddir. Hər iki ölkənin Ukrayna sərhədi var. 2. Tərkibində türk dilli qurum var. Moldovada türk dilli qurumlardan Qaqauzya yerləşir, amma Rumuniyada yoxdur. Ona görə bu ortaq xüsusiyyət deyil. 3. Avropa İttifaqı və NATO təşkilatına üzv ölkədir. Rumıniyadan söhbət gedir. Moldova bunların heç birinə üzv deyil. Əhali Latviyalı və Litvalılarla eyni dil ailəsindədir. Bunların hər biri Hind-Avropa dil ailəsinə uyğun gəlir. Bu ümumi xüsusiyyətdir. Sərhədindən Dunay çayı axır. Hər iki ölkənin deməli hər iki ölkəyə aid olan xüsusiyyətdir Dunay çayının axması. Ərazisində Qarpat dağları yerləşir. Bu da ümumi xüsusiyyət kimi götürmək olmaz. Moldova ərazisində Qarpat dağları yerləşmir. Cavab olacaq deməli 1, 4, 1 də 5. Yəni B variantı. 24. Eyler-Venn diaqramına əsasən rənglənmiş hissə üçün uyğun fikirləri müəyyən edin. Samur Yalama Milli Parkı, Ağgöl Milli Parkı və Qızılağac Milli Parkının oxşar xüsusiyyətlərini bizdən tapmaq tələb olunur. 1. Ərazilərində 4-cü dövrün çəkmə suxurları üstünlük təşkil edir. Bu, hər 3 milli parkın yerləşdiyi ərazi üçün ümumi xüsusiyyətdir. Deməli, sualımızın cavabında 1 var.
İndi bir varsa ya 3 ya da 5-i seçmək məcburiyyətində qalırıq. 3-də qeyd olunur ki, dərin sahili mövqeyə malikdir. Samur Yalama Milli Parkını və Qızılağac Milli Parkını götürə bilsəydi, Ağgöl Milli Parkı dərin sahili mövqeyə malik deyil. Ona görə 3 də ola bilməz. 5. Yerləşdikləri iqtisadi rayonlar həmsərhəd deyil. Samur Yalama Milli Parkı təxminən Quba Xaçmaz iqtisadi rayonuna düşəcək. Qızılağac Milli Parkı Lənkəran Astara iqtisadi rayonuna, Ağgöl Milli Parkı isə təxminən Qarabağ iqtisadi rayonuna düşür. Bunların da heç biri bir-biri ilə həmsərhəd deyil. Cavabımız olar C variantı. Aşağıda verilmiş xüsusiyyətlər hansı fiziki coğrafi rayona aiddir? Düz radiasiyanın miqdarı, kəmiyyəti azdır. Əgər düz radiasiyanın kəmiyyəti azdırsa, onda səpələnən radiasiyanın kəmiyyəti çoxdur. Yarım səhra landşaftı mövcud deyil. Daşlı və daşlı palçıqlı sel hadisələri müşahidə olunur. Böyük Qafqazın cənub yamacı üçün səciyyəvi məlumatlardır. Orada uyğun gələn fiziki coğrafi rayon Qanıq Əyriz çayı olacaq. Cavabımız A variantı. 26-cı sual. Doğru olmayan fikirləri müəyyən edin. Potensial təbii ehtiyatlar hazırki şəraitdə istifadə edilməsi mümkün olmayan, lakin ehtiyatları müəyyən edilmiş təbii sərvətlərdir. Bu fikir doğru fikirdir. Bizdən doğru olmayanları soruşur. Ona görə biri götürə bilmərik. Cavabımız ya 3, 4, 6 ya da 3, 4, 5 olacaq. Ona görə 5 və 6-nı yoxlayırıq sadəcə. Təmərküzləşmə hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqədir. Əslində təmərküzləşmə hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqə yox, istehsalın iri müəssisələrdə cəmlənməsi olmalıdır. Bu fikir də səhv fikirdir. Elə cavabımız olar 3, 4, 5. C variantı. 27-ci suala baxaq. Hansı ölkələrdə südlük və südlük ətlik heyvandarlıq daha üstündür? Bunu da xəritə üzərində baxsaq daha yaxşı olar. A variantı qeyd olunur. Yeni Zelandiya, Portuqaliya. Portuqaliyada ətlik südlükdür. Deməli, bu cavab doğru götürülməz. Deməli, buradan Portuqaliyanı çıxdıq. B variantı Uruqvay, Hindistan. Uruqvay, Hindistan. Hər ikisində deməli südlük və südlük ətlik istiqamətli heyvandarlıq üstünlük təşkil edir. Cavab olacaq elə Hindistan və Uruqvay. B variantı. Növbəti sual 28-ci sualdır. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, burada A Meksikadır. A Meksika. B Venezueladır. C isə Argentinadır. Baxaq Venn diaqramına. Venn diaqramında burada deməli 1 yoxdur. Bu boşluq hissədə A ilə B-nin kəsişməsindən 1 qeyd olunmalıdır. 2 ümumi olaraq hər üçünə oxşar xüsusiyyət. 3 A ilə C-nin, 4 də B ilə C-nin ortaq xüsusiyyətləri olacaq. Baxaq birinci fikrə. İri neft və qaz ixracatçısıdır. Bu aiddir Meksika və Venezuelaya. Yəni 1-ə uyğun gəlir 1. 1-də 1. 2. Əhalinin əsas hissəsi ovalıqlarda və dəniz sahillərində məskunlaşmışdır. Bu da aid olar Venezuela və Argentinaya. Venezuela tərəfdə Orinoco ovalığı, Argentina tərəfdə La Plata ovalığı. Deməli, 2 aid olduğu B ilə C-nin ortaq xüsusiyyəti, yəni 4-ə. 2 aid oldu 4-ə. 3-ə baxaq. G20-yə üzv ölkədir. G20-yə üzv ölkədir. Meksika ilə Argentinanı götürərik. Yəni 3-ə 3 uyğun gələr. Rəsmi dövlət dili İspan dili olub, federativ inzibati quruluşa malikdir. Bu da deməli uyğun gələcək hər 3 ölkəyə, yəni 2-yə. Deməli, 4-cü məlumat hər üçünə oxşar xüsusiyyətdir. Cavab olacaq Y variantı. 29-cu sual. Lagos Mombasa transkontinental avtomagistralının
keçdiyi ölkələrdən deyil. Demək, burada qeyd olunub Lagos-Mombasa magistralı yaşıl rənglə göstərilib. Bu. Deməli, bunu keçmədiyi ölkələr burada variantlara baxmışıq. Variantlarda Qabon, Tanzaniya variantı var. Qabon, Tanzaniya. Bax, bu ərazilərdən keçmir. Cavab olacaq Qabonla Tanzaniya. Yəni, Y variantı. 30-cu sual. Polad istehsalı dəmir filezi hasilatından daha çox olan ölkələr. Və burada bizə əsas lazımdır inkişaf etmiş ölkələri seçmək. Bu da təbii ki, A variantı olmaz, B variantı da olmaz, C-də Braziliya olmaz, D variantı, Y variantında isə Yaponiya və Koreya hər ikisi uyğun gəlir. Cavab olacaq Y variantı. ALADİ və BRICS təşkilatının hər ikisinə üzv olan ölkə. ALADİ Latın Amerikası ölkələrinin iqtisadi birliyi, BRICS-də isə 5 ölkənin birləşməsindən söhbət gedir. Burada Braziliyadır, Rusiya, Hindistan, daha sonra Çin və Cənubi Koreya. Bunların hər ikisində üzv olan ölkə Braziliyadır. Yəni A variantı. 32-ci sual. A ölkəsində ilin əvvəlində kənd əhalisinin sayı 18 milyon olmaqla şəhər əhalisinin 40%-ni təşkil edir. Gəlin görək şəhər əhalisi neçə nəfərdir? Əgər A ölkəsində kənd əhalisinin sayı 18 milyondursa, yazırıq. Kənd əhalisi bərabər 18 milyon. Və bu 18 milyon şəhər əhalisinin 40% deməkdir. O hansı ədəddir ki, onun 40%-i 18 milyona bərabərdir? Təbii ki, bu 45-dir. Yəni 45 milyon. Deməli, A ölkəsində ilin əvvəlində 45 milyon kənd əhalisi, şəhər əhalisi yaşayıb, 18 milyon kənd əhalisi yaşayıb. Bunların cəmi eləyir 63 milyon. Deməli, ölkə əhalisinin sayı 63 milyon nəfər imiş. Onun 18 milyonu kənd əhalisi, 45 milyonu şəhər əhalisi olub. Deyir, bu ölkədə hər min nəfərinə düşən təbii artımın 14 nəfər olduğunu bilərək, il sonunda ölkə əhalisinin neçə nəfər təbii artım hesabına olar? Təbii artım hesabına neçə nəfər olar? Tənasüb belə bir tənasübdən istifadə edək. 1000 nəfərə 14 nəfər, 63 milyon nəfərə x nəfər. Buradan da x bərabərdir. 63 milyonu 14-ə vurub 1000-ə bölmək lazımdır. Bu da eləyər 882 min nəfər. Və ölkənin əhalisinin sayı təbii artım hesabına olacaq. 63 milyon əhalinin sayıdır. Bu da artım. Bunları toplayanda eləyir 63 milyon 882 min nəfər. Cavab olar B variantı. Növbəti sual 33-cü sualdır. 33. Xəritə sxemə əsasən sahəsi 2000 kvadrat kilometrdən, əhalinin sayı isə 100 min nəfərdən çox olan inzibati rayonları müəyyən edin. Demək, 1. Hansı inzibati rayondur? Kəlbəcər. 2. Şəki. 3. Quba. 4. İsmayıllı. 5. İmişli. Əhalinin sayı 100 min nəfərdən çox olmalıdır. Təbii ki, burada da olacaq demək, bir Şəkidə, bir də Qubada 100 min nəfərdən əhali çoxdur. Sahəsi 2000 kvadrat kilometrdən çox olmalıdır. Bu da ki, təxminən İmişli xaric digər şəhərlərimizdə, digər inzibati rayonlarımızda daha doğrusu sahəsi 2000 kvadrat kilometrdən artıqdır. Amma hər iki məlumat eyni anda bizdən tələb olunur deyə Şəki və Quba rayonlarını burada biz götürməliyik. Cavab olar 2 və 3. D variantı. 34-cü suala baxaq. Lənkəran rayonunun inzibati mərkəzində 52.9 min nəfər, Liman şəhərində 11.6 min nəfər, rayonun qəsəbələrində isə 24.8 min nəfər əhali yaşayır.
Rayonun ümumi əhalisinin 231,1 min nəfər olduğunu bilərək urbanizasiya səviyyəsini hesablayın. Deməli, urbanizasiya səviyyəsini hesablayarkən şəhər və qəsəbədəki əhalilərin ümumi sayı götürülür. Burada deməli hesablayaq. 52,9 min üzərinə gələcək 11,6 min və ona da əlavə edəcəyik 24,8 min bərabərdir. Bunların cəmi eləyər 89,3 min nəfər. Bu oldu şəhər əhalisinin sayı. Urbanizasiya səviyyəsini hesablayanda isə tənasüb yazacaq. Tənasüb yazırıq belə. Əgər 231,1 min nəfər 100%dirsə, bəs neçə faiz əhali 89,3 min nəfərdir? X faiz. 89,3 minə düşür. X faiz. Buradan da x bərabərdir 38,6% nəfər. Cavab olacaq A variantı. Növbəti sual 35-dir. Demək, elektroenergetika sənayesinin mövcud olduğu şəhər və ya inzibati rayonları müəyyən edin. Yəni, İES-lərin və SES-lərin fəaliyyət göstərdiyi ərazilər götürəcək. Ucar olmaz. Gədəbəy olmaz. Şahbuz götürməliyik. Ağsunu götürmək olmaz. Cavab olar B variantı. Şirvan, Gəncə və Şəmkir. B variantı. 36-cı sual. Uyğunluğu müəyyən edin. Deməli, Gəncə və Salyan ərazilərinə aşağıdakı məlumatları uyğunlaşdırmaq tələb olunur. Sulfat turşusu. Sulfat turşusu Gəncədə deməli, polietilen örtük. Salyanda kalium gübrəsi. Bu da Gəncədə. Plastik kütlə isə Salyanda. Deməli, 1-ə AC, 2-yə də B-dir. Y variantını götürəcək. 37. Burada rayonlara baxaq. Birinci xəritədəki verilmiş rayon Qubadır. 2 Qəbələ. 3-cü İsmayıllı. 4 Xaçmaz. 5 Şabran. 6 Siyəzən. 7 Qusar. Bunlara aid olan xüsusiyyətlər bizdən tələb olunur, doğru fikirlər. Bir də deyir, bütün inzibati rayonlar eyni iqtisadi rayona aiddir. Burada, bax, bu ərazilər düşür Quba Xaçmaz iqtisadi rayonuna. İsmayıllı, deməli, İsmayıllı və Qəbələ isə başqa digər iqtisadi rayonlara düşürlər. Qəbələdə Şəkizə Qataradır. Artıq bu fikir, yəni yanlış fikirdir. Ona görə biri götürə bilmərik. B variantı və Y variantını silirik. 2 və 3 rəqəmi ilə göstərilmiş inzibati rayonların 1 və 7 rəqəmi ilə göstərilən inzibati rayonlarla birbaşa avtomobil yolu mövcuddur. Gəlin baxaq. Deməli, 2 və 7. Yəni, bu rayonlarla birbaşa əlaqəsi avtomobil yolu mövcuddur. Həmin bu ərazilər, bax bura, Böyük Qafqaz dağlarının yüksək dağlığına uyğun gəlir. Ona görə də burada birbaşa avtomobil yolunun olması yəni mümkün deyil. Bu fikir səhv fikirdir. 2 olmaz. İndi ya 3 ya 4. Bunlardan biri sualımızın cavabı kimi olacaq. Bu inzibati rayonların hər hansı birində metamorfik mənşəli faydalı qazıntı ehtiyatları mövcuddur. Bilirik ki, Azərbaycanda mərmərin 3 fərqli rənginə rast gəlinirdi. Çəhrayı mərmər Qubada yerləşirdi və burada metamorfik süxur olan mərmər ehtiyatları var. Bu fikir doğru fikirdir. 4-də qeyd olunur, 4, 5 və 6 rəqəmi ilə göstərilmiş inzibati rayonlarda yalnız yarım səhra və quru çöl iqlim tipinə rast gəlinir. 4, 5, 6. Bu hissələrdə bilirik ki, deməli, mülayim isti iqlim tipinə, onun yağıntıları bərabər paylanan tipinə rast gəlinə bilər. Bu fikir də yanlış fikirdir. Cavabımız olur, deməli, C variantı. 38. Bakı, Tbilisi, Ceyhan neft kəmərinin keçdiyi iqtisadi rayonlardan deyil. Gəlin buna xəritə üzərində baxaq. Demək, bizim sualımızdakı variantlarda Şirvan, Salyan, Mərkəzi Aran, Qazax, Tovuz və Gəncə Daşkəsən
Bunlardan keçir, amma Mirmoğan İqtisadi rayonundan keçmir. Demək, cavab olacaq D variantı. 39. Çernobıl fəlakəti hansı Şərqi Avropa ölkəsində baş vermişdir? Ukrayna. Və 40-cı suala baxacaq. Demək, xəritə çıxımında verilmiş A və B ölkələr üçün ümumi olmayan A. Qazaxıstan, B. Monqolistan. Bunlar üçün uyğun olmayan. Köçəri və yarımköçəri heyvandarlıq inkişaf etmişdir. Hər iki ölkə üçün uyğundur. Əhalinin əksəriyyəti Altay dil ailəsinə mənsubdur. Hər iki ölkəyə uyğundur. Çin və Rusiya Federasiyası ilə həmsərhəddirlər. Hər ikisinə aiddir. Mülayim kontinental iqlim vilayətində yerləşir. Ərazilərində yarımsəhra və səhralara rast gəlinir. Bunlar mülayim kontinental yox, deməli, kontinental iqlim vilayətində yerləşirlər. Bu fikir yanlış fikirdir. D variantı. Cavab olur 40-da D variantı.